Bəli. Bizim şəhidlərimizə. Ürəyim Azərbaycan boydadır. Ürəyim Azərbaycan bütün cahan boydadır. Mənim müstəqilliyim, mənim ən böyük arzum, ən ulu niyyətimdir. 90'ın yanvarında axan qızıl qanımdır. Əqidəm, məsləyimdir, dinimdir, imanımdır. Dünyanın ən bahalı sərvətindən, zərindən, ləlindən, daşqaşından, ən böyük gövhərindən mənim müstəqilliyim min dəfə bahadır. Dönüş yoxdur geriyə, üzümüz sabahadır. Əgər sən doğrudan da millətin oğlusansa, ruhunla, varlığınla torpağa bağlısansa, çıxart ürəyindəki kini dediqodunu, böyük diləklərə ver ürəyinin odunu. Sevgini, istəyini torpağa ver, daşa ver, qoşuna, sərkərdəyə, başçıya ver, başa ver. Bu millətin başında başçı da var, baş da var, vətənə sadiq olan əsl vətəndaş da var. Kim bu xalqın önündə getməyi bacarırsa, tilsimləri sındırır, tufanları yarırsa, ən qorxulu nöqtəyə kişi kimi gedirsə, ən ağırlı yerlərə igid kimi varırsa, kişi odur, mərd odur, onun tərəfində dur. Kim topları susturur ağlıyla, əsəriyle, kim qanı dayandırır sözünün kəsəriyle, kim xalqa dərədən yox zirvələrdən baxırsa, yağların başında şimşək kimi çaxırsa, dünyanın hər bir yerinə Azərbaycan xalqının qanadını açırsa, onu görən düşmənin rəngi, ruhu qaçırsa, haqlı odur, haqq odur, haqqın tərəfində dur. Ey mənim müdrik xalqım, ey qəhrəman millətim, ey yeraltı xəzinəm, ey yerüstü sərvətim, daş-daşa söykənəndə çevrilib divar olur, dağ-dağa söykənəndə zaman-zaman var olur, el-elə güvənəndə yurdu basılmaz olur, el-elə güvənəndə güller açır, yaz olur. Güllən, torpağım mənim, tellən, bayrağım mənim, oxu, dodağım mənim, alış, 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 ocağım mənim, istiqlal havasını, xoşbəxtlik nəğməsini, ürəkdə yanan işıq, damarda qan oxusun, Azərbaycan oxusun, bütün cahan oxusun, Azərbaycan oxusun. Bəli, ürəyi hər zaman Azərbaycanla döyünən, sənətiyle, ruhuyla, qəlbiyle Azərbaycan torpağına bağlı olan və hər zaman Azərbaycanı dünyada vətənpərvər bir xanım kimi, bir qızı kimi təmsil edən Respublikanın xalq artisti Mələkə xanım Əsədoğluya bir alqışlar rica edəcəyik. Çok sağ olun.